Herkese salam aleykum. Mən Doktor Südəbə Axşam fitoterapi, hicam və güldoterapi üzrə elmi işçisiyəm. Bugünkü mövzumuzda Ramazan ayında, yəni biz oruç tutaraq hicama və ya hirdoterapi edə bilərik, yoxsa yox? Bu suallar tez-tez mənə verilir və ilk öncə ona deyirəm ki, deməli, Ramazan ayına çox az qalıb. Fevralın 18-i və ya 19-u inşallah müqəddəs Ramazan ayı girməlidir. Və biz Ramazana qədər də hicam elətdirsək daha yaxşı olar. Çünki bizim bədənimizdəki toksinlər təmizlənəndə oruç tutanda narahatçılıqlar olmur. Yəni baş ağrılar, ürək bulanmalar, halsızlıq və s. kimi. Ondan savayı oruç tutan zamanında əgər insan oruç tutanda özünü pis hiss edirsə, təzyiyi aşağı olursa, baş ağrıları olursa, yəni halı pisləşirsə və orucu pozan səbəb olursa hicama edəndə, məsələn ürək bulanması olub qaytarırsa, onda bu insan hicama eləməli deyil oruclu halda. Yox, özünü çox yaxşı hiss edirsə, yəni orucu pozan heç bir səbəb olmursa, onda oruç ola, yəni hicama edə bilər. Amma kimdə məsəl üçün ehtiyacı var da təzyiyi yuxarıdır, oruç tutanda hicama eləyə bilmirsə, deməli iftardan sonra 2 saat heç olmasa keçməlidir ki, hicama etsin. Çünki tox qarnına hicama etmək olmaz. Yəni iftardan sonra hicama edə bilərsiniz. Qaldı hirdoterapi, yəni zəli ilə müalicə. Zəli ilə müalicəni oruclu halda biz zəllər qoymalı deyilik. Çünki zəllərin tücəyində çoxlu faydalı maddələr var, fermentlər var, amin turşular var. Bu bizim qanımıza daxil olur. Və bədənimizə əlavə, yəni maddələr daxil olursa, yəni qidalandırıcı, müalicəvi və s. o artıq bizim orucumuzu pozur. Ona görə deməli oruclu halda zəli terapiyası qoydurmaq olmaz. Amma ki iftardan sonra yəni müalicə ilə ehtiyacı varsa, yəni bu insanlar iftardan sonra zəli qoydura bilərlər. Bu qədər. Salam aleykum, sağ olun.